Hərbi ehtiyatda olan şəxslərə xəbərdarlıq, təlimlərdən yayınanları cərimə və ictimai işlər gözləyir. Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı təlim toplanışları davam etdirilir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti bildirib ki, bu proses qanunvericiliyin tələblərinə uyğun şəkildə mütəmadi həyata keçirilir. Qurumun açıqlamasına görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət iki hissədən ibarətdir. Həqiqi hərbi xidmət və ehtiyatda xidmət. Ehtiyatda xidmət isə hərbi toplanışlarda iştirak etmək və müharibə dövründə səfərbərlik qaydalarına əməl etmək deməkdir. Bu məqsədlə ehtiyatda olan şəxslər çağırılır, məlumatları yenilənir, tibbi müayinədən keçirilir və xidmətə yararlı hesab olunanlar aidiyyəti hərbi hissələrə göndərilir. Təlimlər zamanı iştirakçılara döyüş taktikası, topoqrafiya, müasir silah və texnikaların istifadəsi, sıra hazırlığı, fiziki hazırlıq üzrə məşqlər keçirilir. Həmçinin onlara silahlı qüvvələrin istifadəsində olan müasir silahların taktiki texniki xüsusiyyətləri barədə də nəzəri və praktiki biliklər verilir. Təlimlərdə yayınan şəxslərlə bağlı isə ciddi tədbirlər görüləcək. İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışa üzürsüz səbəbdən gəlməyən şəxslər 300 manatdan 500 manatadək cərimə oluna bilər və ya məhkəmə qərarı ilə 160 saatdan 240 saatadək ictimai işlərə cəlb edilə bilərlər.